Mövzumuz qanun uyğunluğu pozan həddin tapılmasıdır. Baxıram birinci suala. 5, 8, 11 ardıcılığı verilib. Yəni burada əsas məsələ nədir? Eyni ardıcılıqdakı kimi müəyyən bir qanun uyğunluq tapmalıyam. Sadəcə burada elə bir ədəd var ki, həmin ədəd bu qanun uyğunluğu pozur. Biz həmin ədədi müəyyənləşdirməliyik. Burada əvvəlcə soldan sağa doğru müəyyən bir qanun uyğunluq yaradıram. Məsələn, 5-dən 8-ə baxıram ki, 3 əlavə eləsəm, 5-in üstünə 5-in üstünə 3 gəlsəm 8 alınır. 8-dən 11-ə fərq nədir? Üzərinə müəyyən qədər fərqləri yazıram. Aydın məsələdir və eyni vaxtda da sağdan sola da düzəcəm. Həm soldan sağa, həm sağdan sola hər ikisini müəyyənləşdirəcəm və harda müəyyən bir qanun uyğunluq tapsam, həmin qanun uyğunluğu davam etdirib pozan həddi tapmalıyam. Gəlin baxaq. Eyni anda sağdan sola da baxıram. Yəni 40-dan 53-ə fərq üstə gəl 13-dür. 29-dan 40-a fərq deməli üstə gəlsin 11 olar. 20-dən 29-a üstə gəl 9 olur. 11-dən 20-yə. İndi baxıram ki 9, 11, 13 neçə artır? Bir yəni qanun uyğunluq tapıram. Üstə gəl 2, 2 artır. Düz. Sonra 9-dan da 2 çıxıram olur 7. Düz. Deməli üstə gəl 7, üstə gəl 5 olmalıydı. Amma 8-dən 8 üstə 5 gəlsəm 13 eləyir. Bura 11 yazıblar. Düz. Demək ki 11 qanun uyğunluğu pozan həddir. 11-in də üstünə 7 gəlsəm 20 yox 18 eləyir. Yenə də 11 pozur yəni. Amma 11 olmasaydı, yerinə məsələn 8 üstə gəl 5 13 olsaydı, 13 üstə 7 gəlsəm hə 20 alınardı. Yəni qanun uyğunluq pozulmazdı. Düz. Demək ki, qanun uyğunluğu pozan hədd 11-dir. 1 oldu C. Keçirəm ikinci suala. 0, 7, 12. Yenə də baxıram. Gəl birinci soldan böyük rəqəmlərdən baxaq. 39-dan 52-yə üstə gəl fərq 13-dür. 28-dən 39-a fərq 11-dir. 19-dan 28-ə 9-dur. 12-dən 19-a 7-dir. Üstə gəl 5-in üstə 7 gəlsəm 12. Baxıram 5, 7, 9, 11 heç bir problem yoxdur. 2, 2 də artır. Növbəti gərək üstə gəl 3 olardı ki 2, 2 geçsin də. Düz. Bəs mən nəyin üstünə 3 gəlsəm 7 eləyər? 4-ün üstünə 3 gəlsəm. Yəni ardıcılığı pozan hədd 0-dır. Yerinə 4 olmalıydı. Cavab olur Y bənd. Üçüncü sualda 5, 0, 12. Fərqləri yenə də yazaq. 5-dən 5 çıxanda 0 eləyər. Sonra 0-dan 3-ə üstünə 3 əlavə olunub. 4-ə vuraram. 12-dən 9-a çıx 5 olar. Niyə çıx 5 yazıram? Çünki burada çıx 5 üstə gəl vur 4 gedir. Çıx 5 üstə gəl 3 vur 4 yazıram. Görüm düz gəlir. Hamısı çıx 5. Üstə gəl 3. Növbəti olsaydı vur 4 yazmıram artıq. Hə, yoxdur deyə. İndi gəlin baxaq pozan hədd hansı oldu. Burada baxdım ki 12-dən 5 çıxanda görürəm 9 eləmir. 7 eləyər. 7-in üstünə 3 gəlsəydim, hə 7 olsaydı üstünə 3 gələndə 10 eləyərdi. 10-u 4-ə vuranda 40, 40-dan 5 çıxanda 35. 35 üstə gəlir 38. Demək ki pozan hədd 9 imiş. Yəni 9-un yerinə 7 olmalıydı. Amma məndən istəyir ki qanun uyğunluğu pozan hədd hansıdır. Elə tip suallar olacaq ki qabağımıza çıxacaq. Orada deyəcək ki qanun uyğunluğu pozan həddi tapın və həmin həddin yerində hansı rəqəm durmalıdır onu müəyyənləşdirin. Məsələn bu tip sual olsaydı mən deyərdim ki hə pozan hədd 9-dur, yerinə isə 7 yazılmalıdır. Onda deməli 9 yox 7 yazardım. Amma burada isə elə demir. Sadəcə deyir ki qanun uyğunluğu pozan həddi tapın. Yoxsa cavab deməli C bənd olur. Yəni 9. Keçirəm 4-ə. 21-dən 23-ə 2 addım artıb üstə gəl 2. 23-dən 26-ya üstə gəl 3. 26-dan 30-a üstə gəlsin. Deməli fərqi tapıram da bir-bir üstə gəl 4 olur. 30-dan 36-ya üstə gəl 6 olur. Üstə gəl 6. Deməli 2, 3, 4, 6. 36-dan 41-ə. 30-dan 36, 6, 36-dan 41-ə. Burada verir. Bir də 41-dən 48-ə. Deməli düz yazmadıq. Yoxsa pozan hədd hansı olacaq onda burada? 2, 3, 4 gərək burada 5 olardı. 5 olardı ki ardıcıl geçsin. Çünki burada üstə gəl 6 olsun. Üstə gəl 5, üstə gəl 6, üstə gəl 7. Niyə 5 olsun? Çünki 30-un üstünə 5 gəlsəm 35 eləyər. 35-in də üstünə 6 gələndə 41, 41 üstə 7, 48.
Deməli C variantı. 2, 4, 7. Aha. 2-dən 4-ə vur 2. 4-dən 7-yə üstə gəl 3. 7-dən 6-ya çıxıb 1-i. 6-nı vurdu 2-yə. 12-dən 15-ə. Üzərinə gəldi 3 əlavə edir. 15-dən 14-ə ancaq yəni 1 çıxa bilər. Sonra 14-dən 27-yə. Deməli qayda görə necə oldu? Vur 2 üstə gəl 3 çıx 1. Vur 2 üstə gəl çıx 1. Vur 2 üstə gəl 3 çıx 1 olmalıdır. Amma görə nə səhvdir bəs? 14-ü 2-yə vurdum. 28 olmalıdır. 27 yazdım. Deməli. 101, 110, 105. Baxıram ki, əvvəlcə artır, sonra azalır. Artır, sonra azalır. Bu tip məsələlərdə interval sonu edirəm. Yəni necə? 101-dən 105-ə, 105-dən 109-a, 109-dan 113-ə, 113-dən 117-yə addım olur. Yəni 101-dən 105-ə neçə addımdır? Üstə gəl 4 addım. 105-dən 109-a üstə gəl 4 addım. 109-dan 113-ə üstə gəl 4 addım. 113-dən 117-yə üstə gəlsin 4 addım. İndi keçirəm 110-dan 115-ə. Üstə gəl 5. 115-dən 120-yə üstə gəl 5. Növbətdə deməli üstə gəl 5 olmalıdır. Amma 120 üstə 5 124 eləmir. Deməli D bəndi səhvdir. 7-ci sual baxıram. 9, 16. Yenə baxıram artır, sonra azalır. Sonra yenə artır, yenə azalır. Demək ki, interval üstünə yazıram. 9-dan 10-a, 10-dan 14-ə, 14-dən 21-ə. Yəni bir dənəsini buraxıram arada. 21-dən 32. 9-un üstünə 1 əlavə eləsəm 10 eləyər. 10-un üzərinə 4 əlavə eləsəm 14 alınır. 14-dən 21-ə, 21-dən 14 çıxanda üstə gəl 7 alınır. 21-dən 32-yə üzərinə 10 əlavə edirəm. Deməli, 10 əlavə eləməliyəm əslində, amma 21-dən 32-yə 11-dir. Düz, yəni burada 11 yazıb. Amma mən niyə 10 yazıram? 1-dən 4-ə fərq 3-dür. 4-dən 7-yə 3-dür. 7-nin üstünə 3 gəlsəm 10 eləyir. Amma 21-in üstünə 10 gəlirəm. Neçə verir mənə? 31 eləyir. Yəni 32-ni vermir. Demək ki, poza nədir? 32-dir. Yəni bunun yerinə 31 olmalıydı. Deməli, cavab olur C bəndə 32. 8-də nə istəyir? Deməli, 24, 17, 25. Yenə baxıb artıb azalır, artıb azalır. Deməli, onda interval 24-dən 25-ə, 25-dən 26-ya, 26-dan 27-yə. Fərq də nədir? 1-1 artır da, hər dəfə 1-1 artır. Sonra 17-dən 16-ya, 16-dan 15-ə. Təzən 15-dən yenə 16-ya gəlir. 1 çıxa-çıxa gedir, amma axırıncı 15-dən 1 çıxanda 14 olmalıydı. 16 yazıblar. C bəndi səhvdir. 9-a baxıram. 1-dən 8-ə. 7 artıb. 8-dən 16-ya. 8 artıb. 16-dan 25-ə. 9 artıb. Amma hadi düzdür. 9 artıb. 7, 8, 9 ardıcı gedir. 25-in üstünə 10 gələndə 35 eləyir. 35-in üstünə 11 gəlsəm 46. 7, 8, 9, 10, 11 növbəti gərək üstə gəlsin 12 olardı. Amma 12 gəlsəm 58 eləyir. 50 deməli pozur həddi. 10-cuya baxıram. 1, 4, 14 deməli. 1-dən 4-ə 3 artır. 4-dən 14-ə 7 artır. Deməli, bir dəqiqə 7 yazmayaq. 10 yazsam, əgər 10 yazsam 14-dən 22-yə. Gəlin arxadan başlayaq. Böyük rəqəmlərdən başlayaq. Burada çünki qanun uyğunluq tapa bilmirəm. 79-dan 106-ya baxıram. Üstə gəlsin 27 eləyər. 56-dan 79 üstə gəl 23. 37-dən deməli 56-dan 37 çıxanda neçə eləyər? 19. 37-dən 22 çıxanda 10, o da 7-dən 2 çıxanda 5, 15. Aha, deməli baxaq görə nə əlaqə var? 23-27 üstə gəl 4 gəlib, üstünə 4 gəlib, üstünə 4 gəlib. Deməli üstə gəlsin 15-dən 4 çıxanda 11 eləyir onda. Əgər 14 olmasaydı, burada neçə eləyər? 4 də çıxaq. 11-dən 4 çıxanda üstə gəl 7 qalır. Üstə gəl 4 çıxanda 3 qalır. 1 üstə gəl 4 düzdür. 4 üstə 7 gəlirəm. 4-ün üstünə 7 gəlirəm, 14 yazıb. Demək ki, səhv 14-dəymiş. Pozan hədd 14 olub. Sevbəndi. 11-ə baxıram. 22-dən 25-ə, sonra 20-yə. Artıb azalıb, artıb azalıb. Deməli, interval. 22-dən 20-yə gəlirəm. 20-dən 18-ə, 18-dən 16-ya. Deməli, 2 çıxır. Sonra 22-dən 18-ə 2 çıxır. 18-dən 16-ya 2 çıxır. 25-dən 23-ə 2 çıxır. 23-dən 20-yə 3 çıxır. 20-dən 19-a 1 çıxır. Demək ki, burada nəsə pozan hədd var.
Bunun hamısını gəl mənfi 2, mənfi 2 yazsaq. 23-dən 2 çıxanda 21 olsaydı, 21-dən də 2 çıxanda 19 ödəyərdi. Deməli, pozan əd 20 imiş, yerinə 21 olmalıydı. Onda yazaram B bəndi. Keçdim 12-yə. 2, 5, 10, 17. Deməli, burada nə verib? 2-dən deməli 5-ə. Fərq nədir? 3 artıb. 5-dən 10-a. Üzərindən isə gəl 5 əlavə olunub. 10-dan 17-yə. Deməli, 7 əlavə olunub. Düzdür? 10 üstə gəl 7, 17. 17-dən 25-ə. İndi gəl baxaq, 3, 5, 7 necə artıb? Üstünə 2 gəlib, üstünə 2 gəlib. Üstünə 2 gəlsəydim 9 olardı. 17 üstə 9 gəldi, 26 edir. 25 eləmir. Deməli, cavab olur Y variantı. 13-də nə istəyir? 20, 40, 60, 120, 140. 20-ni vururam 2, 40 eləyər. 60-a gəlmək üçün 40-ın üstünə 20 gəlirəm. Yenə vururam 2-yə, üstünə gəlirəm 20. Deməli, qayda bəllidir. Vur 2, üstə gəl 20. Vur 2, üstə gəl 20. Vur 2, amma 140-ı 2-yə vursam 280 düz. Üstə gəl 2, 300 olmalıydı. 320 yazılıb. Deməli, cavab Y bəndi. Pozan hədd 320-dir. 14-də 6, 9, 16. 6 üstə 3 gəlirəm, 9. 9-un üstünə 7 gəlsəm 16. 16-nın üstünə 19 almaq üçün 3 gələrəm. Təkrar gedir. Gəl böyüklərdən başlayaq. Sağdan sola gedək. 111-dən 84-ə. Üstə gəl 27 yazın. 84-dən 61-ə. Deməli, 84-dən 61 çıxıram. Qalır 23. 42, 61. 61-dən 42 çıxıram. Üstə gəl. Neçənsə burada artır? 4, 4 artır da düz. 19 olacaq da bu da. 61-dən 42 çıxanda 19. 19-un da üstünə 4 gəlirəm. Yenə də 23 edir düzdür. İndi növbəti 4 çıxsam. 19-dan 4 çıxanda normalda 15 qalmalıydı. Üstə gəl 15. Burada da 4 çıxanda 15-dən 4 çıxıram 11. 11-dən 4 çıxıram 7 düz. 16 üstə 11 gələndə 19 vermir. 27 alınır. Demək ki, bu səhvdir. Keçdim 15-ə. 5, 8. 5-dən 8-ə üstə gəl 3 yazaram. 8-dən 15-ə. Deməli, üstə gəl neçə artır? 7 artır. 15-dən 26-ya. Fərq nədir? 11-dir. Deməli, 11 əlavə oluram. 4, 4 artıb da yenə üstə gəl 4. Növbəti üstə gəl 4 olsa 15 olardı. 26 üstə 15 gəlim, görəm 41 edir, 29 eləmir. Deməli, pozan ət 29-dur. Keçək növbəti 16-ya. 11, 18 verib bizə. 11-dən 18-ə. Üstə gəl neçə olar? 7 artar. Düz. 11-dən 18-ə. 18-dən 16-ya çıx 2. Üstə gəl 7 çıx 2. Nəsə qanlığına oxşamır. 16-dan 23-ə. Deməli, görə nə alınır burada? 7 gəlsəm olardı 23 təzdən. 16 üstə 7 gəlir 23. 23-dən 33-ə üstə gəl 10 gəlir. Aha, 33-dən 46-ya üstə gəl 13 gəlir. 46-dan 62 üstə gəl 16 gəlir. 62-dən 81-ə, 81-dən 62 çıxıram 19 edir. Görə burada nə əlaqə var? 19-dan 16-ya üstə gəl 3 artıb. 13-dən 16-ya üstə gəl 3 artıb. 10-dan 13 üstə gəl 3 artıb. 7-dən 3 artıb. Bax, problem buradadır. Çünki nəyin üstünə 3 gəlsəm 7 eləyər. Gərək burada üstə gəlsin 4 olsun ki, üstünə 3 gələndə 7 eləsin. Hətta burada da üstə gəl 1 olmalıdır onda. 1-in üstünə 3 gələndə 4 edir çünki. Deməli, pozan hətta hansı olacaq? 11-in üstə 1 gəlirəm 12 eləyir. 18 yox 12 eləyir. Deməli, A bənd. Çünki 12 olsaydı 12-nin də üstünə 4 gələndə 16 ödəyərdi. Belə. Keçdim 17-yə. 175, 393. Belə rəqəmlərdə fərq baxın 393-dən 175-ə fərq çox böyükdür axı. Bu tiplərdə çalışın rəqəm cəmi, rəqəm hasili və s. bunlara da fikir verin. 175-də baxıram. Rəqəm cəmi, rəqəmlərini toplayıram. Yəni 1 üstə gəl 7 üstə gəl 5. Verir bizə 8-dən 5, 13. Deməli, bunun üzərinə yazıram 13. 393-ün rəqəm cəmi 15. 169-un rəqəm cəmi 16 olur, yoxsa 17. Deməli, düz toplamadım. 7, o da 9, hədə 16 edir düz. 16. Sonra 478-in rəqəm cəmi
deməli 12 o da 7 19. Sonra 489-dan 12 9 21 600 deməli neçə olur o da? 9 15 23 eləyir. 13 15 16 19 21 23 aha. Görə burada fərq nədir? Deməli 23 21 təklər gedir hamısı 19 15. Demək ki burada 17 olmalı idi. 13 15 17 olmalıdır. Yəni pozanat 169-dur. A bəndi. 18-ə baxıram. 799-un rəqəm cəminə baxıram. Rəqəm cəmi neçədir? 7 ilə 9 deməli 16 üstəgəl 9 25. 6 8 14 qoy yazım burada. 6 üstəgəl 8 üstəgəl 9. Rəqəm cəmi neçə? 14 o 9 23. Sonra 6 9 6. Deməli 6 ilə 9 15 üstünə 6 gəlirəm. Düz topladım hə. 21 oldu 21. Sonra 8 4 12 o da 7 19. Aha. Hələ ki baxıram təklər gəlir. 25 amma az 25 23 21 19. Növbəti necə olardı? 17 olardı. Toplayaq görə düzdür. 7 7 14 düzdür. Sonra bu gərək ki 15 olsun. Toplayıram 12 o da 3 15 düzdür. 15-dən sonra 13 gəlməlidir. Görə rəqəm cəmi 13 edir. Eləmir. Çünki 14 o da 5 19 eləyir. Yəni pozan hədd 775-dir. 19-a baxıram. Verib bizə 21 25. Görə fərq nədir burada? 21-in üstünə 4 gəlsəm 25. 25-dən 32 üstəgəl 7 gəlsəm. 32-dən 36-ya indi burada 32-dən 36-ya yenə 4 gəlir. 36-dan 55-ə görə neçə olmalıdır fərq? Deməli. Heç də 55-dən çıxıram da 36-nı. Düz. 9 burada 19 üstəgəl 19. Aha görürsən böyük rəqəmlər alınır. Böyük rəqəm alınırsa nəsə deməli buralarda problem var. 55-dən 71-ə üstə gəlsin. Neçə olar fərq? 10 2 16 olur da. 16 71-dən 90-a neçədir? 10 neçə çatmır? 9 çatmır ki 80 90 olsun hə. Gəl görə pozan hədd hansı olur? 16 19 36 10. 16-dan 19-a üstə gəlsin 3 artıb. 4-dən də 7-yə üstə gəl 3 artıb. İndi bəs baxıram ki burada problem hansındadır? Gərək burada da 7 üstə gəl 3 olardı. Gərək ki bu 4-ün yerinə 10 olardı. Sonra üstünə 3 gələrdim 13 olardı. 3 gələrdim 16 olardı 19 olardı. Demək ki burada 32 üstə gəl 10 neçə eləyirdi? 42 42 üstə gəl 10 55 eləyir. Deməli pozanat 36-nın özüdür elə. 36-nın yerinə gərək 42 yazılsın. Deməli pozanat 36. Sonra gəlir 12 16. 12-dən 16-ya üstə gəlsin deməli. Görən adım 4 artırıb da aydın məsələdir. 16-dan 24-ə. Neçə çatmır? 7 çatmır da. Yoxsa yox. 24-dən çıxaq da 16-nı. 14-dən 6 8. 8 çatmır. Sonra 24-dən 33-ə baxaq. Neçə çatmır? Üstə gəlsin. Bir də arxadan da inandı gəl baxaq. 81-dən də 62-dən baxaq. 62-dən 81-ə üstə gəl. 10 9 çatmır da düz 70 o da 81 hə 46 üstə gəl 62 16 çatmır 33-dən 46-ya üstə gəl neçə çatmır 13 çatmır görək nə qanun yoğunluq var üstə gəl 3 gəlir üstə gəl 3 gəlir amma 4-dən 8-ə görə düz gəlmir 4-dən 8-ə demək burada nəsə problem var bu hissələrdə deməli 13-dən 3 çıxıram onda neçə eləyəcək 10 eləyəcək. Yəni burada gərək üstəgəl 10 olardı. Sonra ondan düz çıxanda burada üstəgəl 7 olardı gərək. Onda 16 üstə 7 gələndə 23 eləyir. 23 üstə 10 yəni 30. Pozanat deməli 24-ün özüdür. B bəndi. 7 13 18. 7-ni 2-yə vururam 14. 14-dən 1 çıxsam 13 eləyir. 13-dən 18-ə üstəgəl 3. 18-i 2-yə vururam 36 üstə gəlirəm 1. 37-dən üstəgəl 3. 40-ı 2-yə vururam. 80 üstə gəlirəm 1. 81 üstə gəlirəm 3. 84-ü 2-yə vururam. 168 üstə gəlirəm 1. Hamısı vur 2 üstə gəl 1-dir. Bir dənə burada vur 2 çıx 1 yazır. Deməli burada problem var nəsə. 7 vur 2 14 gərək burada üstə gəl 1 olardı. 14 üstə gəl 1 15 eləyərdi. 15 olsaydı
Bir də bunu düz yazmamışıq. Üstə gəl 3-dən də 13 üstə 18. 18-dən 10 çıxanda 5 eləyir. Üstə gəl 5 olur. Yəni baxıram hamısı üstə gəlir, üstə gəlir. Burada bir dənə üstə gəl 5 var. Gərək bu üstə gəl doğrusunu elə bir yazmışdım. Üstə gəl 3 olmalı idi. Bir də vur 2 çıx 1 də axı bayaq. İndi vur 2 üstə gəl 1 yazdım. Onda gəl baxaq. 7-ni 2-yə vuram 14 üstə gəl 1. Bu gərək 15 olsun ki 15-in üstə 3 gəlim 18 ödəsin. Məsələn, pozan hədd 13 olur. Cəbəndə. 3, 5, 6 görə burada fərq neçədir? Burada Fibonacci ədədlərdir. Fibonacci ədədləri nə idi? İkisinin cəmi bizə digərini verməlidir. İndi burada və yaxud ikisinin cəminin üzərinə nəsə əlavə edib, nəsə çıxıb digərini almalıyam. 3-dən 5-in cəminə baxıram. Buna yazaq Fibo. Deməli, 3-dən 5-in cəmi neçə elədir? 3 üstə gəl 5 elədir 8. 8-dən neynəsəm 6 ala bilərəm? 2 çıxaram ki 6 olsun. Deməli, 5-dən 6-nın cəmi. Deməli, toplayıb 2 çıxır da 11. 11-dən 2 çıxıram 9 eləyir. 9 alındı. 6-dan 9-un cəmi 15 2 çıxıram 13 ödədi. Görə bəs hansı ödəmir burada? 20-ni 31 toplayıram 51. 51-dən çıxıram 2-ni 49 olmalıdır. 48 yazıb. Deməli, pozan adı 48-dir. 23-ə baxaq. 4-dən 4 çıxıram 0. Üstünə 2 gəlirəm. 2-dən 8-ə vurar 4-ə. 8-dən 3 çıxaram 5. 5-dən 6-ya üstə gəl 1. 6-dan 4-ə 4-ə vururam. 24-dən 20-yə çıx 4. 20-dən 22 üstə gəl 2. 22-ni 4-ə vururam 88. Hə, vur 4 üstə gəl 2 gedir. Hətta burada arada çıx 4 də var. Çıx 4 üstə gəl 2 vur 4. Onda bu gərək çıx 4 olardı ki. Bu da üstə gəl 2 olardı. Çıx 4 üstə gəl 2 vur 4 ki qanunluq pozulmasın. Çünki burada da indi çıx 4 deməli üstə gəl 2 vur 4. Yəni qanunluq pozulmur. Deməli onda gərək ki problem hardadır görək. 8-dən 4 çıxanda 4 olmalı. 4-ün üstə 2 gəlim 6. Pozan deməli bu 5-dir. 5-in yerini 4 olmalı idi. 5 olur. 24-cü sualda 24 üstəgə 20. Görə 24-dən 26-ya üstünə 2 əlavə olunsa, yəni ancaq yaza bilərəm də, başqa hal mümkün deyil. 26-dan 30-a üstə gəlsin 3 əlavə olunub, 30-dan 33-ə ancaq üstünə neçə gələ bilər? 3 gələ bilər. Yenə təkrar oldu. 33-dən 38 üstə gəl 5 gələr. Deməli, yox, bunu düz yazmadım. 26 üstə 4 gəlin 30 edir. 3 nədir? 33 ilə deməli 35 oldu. 38 ilə 44-ün fərqi 6-dır. 44-dən 51-ə fərq 7-dir. Bunu tapdıq. Görək pozan hədd hansıdır? Baxıram 2, 4, 3, 5, 6, 7. Hə. Nə əlaqə var? Nə qanun uyğunluq var? Əgər burada 5, 6, 7 kimi olsaydı, düşünsəydim, demək ki, burada 5, 6, 7 ardıcıl gedir. Onda görə burada 4 olardı. 4, 5, 6, 7. Bura 3 olardı. Bu da onsuz da 2-dir də özü. 2, 3, 4, 5, 6, 7 olsaydı doğru olardı. Demək ki, bu 4-ün yerinə üstə gəl 3 olmalıydı bu 4-ün yerinə. Bu da üstə gəl 4 olmalıydı bu 3-ün yerinə. Onda belə yazaq. Bu üstə gəl 4-ü silək, yerinə üstə gəl 3 yazaq, elə birbaşa. Buna da üstə gəl neçə yazım? 4 yazım. Onda yoxlayaq. 26 üstə gəl 29 eləyir. 29 üstə gəl 4, 33 eləyir. Demək ki, 30 da pozan həddir. A bəndi. Sonra 2, 3, 6. Bu Fibonacci ədədləridir. 2 ilə 3-ü toplayıram 5 eləyir. 5-in üstünə nə gəlsəm 6 eləyir. 1 gəlsəm. 3 ilə 6-nı toplayıram 9. Aha. 9 oldu. 9-dan 1 çıxdım 8 oldu. 6 ilə 8 14. 1 çıxdım 13 elədi. 13 ilə 8 toplayıram. Neçə edir burada? 30. Burada 13 ilə 21-i toplayıram 34. 1 çıxsan da 34 eləmir. Yəni belə baxaq onda tərsinə baxaq görə. 21 ilə 13-ü topladım. Elə görürəm ki, birbaşa 34-ün özü alınır. 8 ilə 13-ü toplayıram. Elə 21 alınır. Sonra 6 ilə 8-i toplayıram. Aha, 6-da nəsə problem var ki, çünki 6 ilə 8 toplayıram 14 edirəm, 1 çıxanda 13 eləyər. Demək ki, bu 6 məsələn 5 olsaydı, 5 ilə 8 toplayanda 13 olardı. Çünki niyə 8-də demirəm problem var 5-də? Çünki 2 ilə də 3-ü toplayanda 6 vermir axı mənə. Yəni 5 olsa amma tam doğru olardı. 2 ilə 3-ün cəmi 5 verərdi. Yəni 5 ilə 8-in cəmi 13 olardı. Demək pozan hədd 6 imiş. B bəndi. 26. Burada nə işləyir? Və bu nə oldu? Fibonacci oldu. Aha, indi 26 görə nə deyir? 3-dən 7-yə. Arxadan başlayaq, böyük rəqəmlərdən başlayaq. 21-dən 17-yə.
4 ancaq çıxa bilərəm. Sonra 18-dən 21-ə üstə gəlsin 3 olar da. Fərq üstə gəlsin 3-dür. 9-a 18-i ancaq 2-yə vura bilərəm. Onda vur 2 üstə gəlib çıx 4 düşünə bilərəm hələ ki. 13-dən 9-a çıx 4. Aha, hələ ki doğru gedir. Onda çıx 4 isə qabağı üstə gəlib olmalıdır. Həqiqətən 13 üstə gəlirəm 13 eləyir, düzdür. Sonra üstə gəlib üstdən qabaq vur 2 olmalıdır. Yəni deməli 5 vur 2 10 eləyir, düzdür. İndi növbəti hədd nə olmalıdır onda? Vur 2-dən qabaq çıx 4 olmalı idi. 9-dan 4 çıxıram, həqiqətən də 5 elədi, düzdür. Sonra 7-dən 9-a fərq neçə olur? Normalda burada çıx 4-dən qabaq üstə gəlib olmalı idi axı. Amma 7 üstə 3 gələndə 9 eləmir. Demək ki, orada ya 7-də problem var, ya 9-da. 9-da problem yox, çünki 9-dan 4 çıxıram, 5 alınır. Amma 7-də yəqin problem var, çünki üstə gəlir 3-dən qabaq nə idi? Üstə gəlsin qabaq vur 2 olmalıdır. 3-ü 2-yə vuram 6 eləyir. Amma 7 yazılır. 6-ın üstə 3 gəlsəydim 9 olardı. Demək pozanat 7-dir. Bəndi. 72-dən 81-ə, 91-ə, 80-ə. Yenə azalır, artır, azalır, artır. Demək interval kimi baxıram. Yəni arasında bir ədəd buraxıram. 72-dən 91-ə üstündən neçə gələ bilər? Deməli, yəni buradan axırdan baxaq. 74-dən 75-ə üstünə 1 gəlir. Üstünə 1 gəldi. Yəni bu qalsın. Burada nəsə fərqlidir. 81-dən 80-ə, 80-dən 79-a, 78-ə. Yəni 1 çıxır, 1 çıxır, 1 çıxır. Onda burada da üstə gəl 1-dirsə, bu da mütləq üstə gəl 1 olsun da gərək ki, qanun uyğunluq yaransın. Deməli 75-dən 74-ə. Onda 74-dən qabaq gərək burada 73 olsun ki, 73-ün üstünə 1 gəlində 74 eləyir. 72-nin də üstünə 1 gəlində 73 eləyir. Demək ki, pozan hədd 91-in özüdür. Bəndi. 28-ə baxıram. 4-dən 8-ə vur 2. 8-dən 10-a deməli 8-in üstünə neynəsəm 10 alınır. Ancaq üstünə 2 gəlsəm olarda düz. 64-dən 128-ə baxaq. Vur 2-dir. 32-dən 64-də vur 2. Bunların hamısı vur 2 gedir. Amma bir dənə burada üstə gəl 2-də problem var onda. 10-da onu necə bəs eləyim 32-alıq? Aha, deməli onda gəlin baxaq başdan. Deməli taş bunun hamısına vur 2 yazsaydım nə olardı? 4 vur 2 8, 8 vur 2 16, 16 vur 2 32. Hə, deməli göz problem ondadır. Bəndi. 1 5 13. Deməli 1-in üstünə gəlirəm, 4 gələrəm. Eləcə 5. 5-in üstünə nə gəlsəm 13 eləyər. 8 gəlsəm 13 eləyər, düz. Üzərinə gəlirəm 8. Deməli 13-dən 29-a. Fərq nədir? 13-dən 29-a. 16 artırıb da, düzdür. Yazıram 16. Sonra 29-dan 51-ə. Demək görə fərq neçəni artıb? 4-dən 8-ə gəlib. Deməli 4 artırıb. Yox, 8-dən 16-ya 4 artırmır. Bax, vurub 2 onda. Vurub 2-yə, vurub 2-yə. 16-ı 2-yə vursam 32 olmalıdır. Üstəgəl 32. 32-ni 2-yə vursam üstəgəl 64 olmalıdır. Düz. Onda belə yazarım. Qanun uyğunluq belə olacaq. Deməli, bizə nə istəyir burada? 29-un üstünə 32 gəlsəm. Görək neçə verir mənə? 50, o da 61 eləyir. Amma orada 51 yazdım. Demək ki, pozan hədd elə 51 imiş. Cavab olur C bəndi. 16-dan 8-ə. 16-ını bölürəm 2-yə. 8-dən 2 çıxıram 6. 6-ını bölürəm 2-yə 3 eləyər. 3-dən 2 çıxıram 1. Yəni, təzədən böl 2 çıx 2, böl 2 çıx 2, böl 2 olmalı idi. 1-i 2-yə bölüb 0 yazıb. Deməli, pozana da elə 0-dır da. 0 olmalı deyildi. Nə olmalıdır? 1-i 2-yə bölüb 0, onda 5 eləyir orada. 31-ə baxaq. 11-də 16-ya üstə gəl 5, üstə gəl 7, yoxsa neçədir? 7, düzdür. Deməli, 5, 7. Bir də axırdanı baxaq. 43, 16, 16, 56-dan 43 çıxanda 13 eləyir də, düz. 13 burada. 5, 7, 13. Deməli, görə nə əlaqə var burada? 5, 7, 11 olsaydı burada. Yo, 11 nədir? 5-dən sonra 7 gəlir. Təkləri yazıram. 7-dən sonra 9, 9-dan sonra 11, sonra 13. Görək belə olsaydı alınar. 16 üstə 7, 23 düz. 23 üstə 9 gəlirəm. 32 eləyir. 31 eləmir. 32-nin üstə 11 gəlsəm, bəs görək doğrudur. 43 verir, düzdür. Demək ki, 31-in yerinə 32 olmalıymış. Pozan hədd 31 olur. Deməlidir. 2, 8, 3, 6 deməli. 2-dən 8-ə görə nə var burada? Hə, yenə baxıram artır, azalır, artır, azalır.
Onda 2-dən 3-ə baxaram, 3-dən 5-ə baxaram, 5-dən 8-ə, 3-dən 5-ə, 5-dən 8-ə, 8-dən 15-ə, 2-2 baxıram. Görək fərq nədir burada? 2-dən 3-ə üstəgəl 1 artıb, 3-dən 5-ə üstəgəl 2 artıb, 5-dən 8-ə üstəgəl 3 artıb, 8-dən 15-ə üstəgəl deməli 7 artıb. Aha, deməli burada nəsə pozulubdur. 1, 2, 3 normalda 4 olardı da. 8-in üstünə 4 gəlsəydim, o da 12 eləməli idi. 15 yazıblar. Pozanat 15 olur. 33-də 5, 8, 18. 5-dən deməli 8-ə. Üstəgəl 3. 8-dən 18-ə. Üstəgəl 10. 18-dən 26-ya. Üstəgəl neçə gəldi burada? 8 gəlib də düz. 8 gəlib ki 26 olub. 26-dan 41-ə üstəgəl 15 əlavə olunub. 41-dən 69-a üstəgəl 19 əlavə olunub. 60-dan 83-ə üstəgəl 23. Baxıram ki 19-dan 23-ə fərq neçə artıb? 4, 4 gedir də. 15-dən də 4. Deməli 15-dən də 4 çıxanda 11 olmalı idi burada, amma 8 yazılıb. 11-dən də 4 çıxanda deməli burada da onun yerinə gərək ki 7 olardı. Onda yoxlayaq. 7-dən 4 çıxanda 3 eləyir düz. 8 üstəgəl 7 eləyir 15. Pozanat deməli 18-miş. Ki 15-in də üstünə 11 gələndə 26 olsun. Deməli pozanat 18 oldu. 60-dan 52-yə gəlir. 60-dan 6 çıxaram, yox 8 çıxaram. 52-dən 48. 12-dən 8 çıxanda 4. 4 oldu. Deməli 48-dən 42 6 çıxır. 42-dən 36-ya 6 çıxır. 36-dan çıx 6. Deməli çıx 6, çıx 6, çıx 6. Onda gərək bu da çıx 6, çıx 6 olardı. 60-dan 6 çıxanda 54 olmalı idi. 52 yazıblar. Deməli 35. 10-dan 15-ə. 10-dan 15-ə, 15-dən 11-ə artıb azalıb, artıb azalıb. Deməli interval götürürəm. 10-dan 11-ə, 11-dən 9-a, 9-dan 7-yə, 7-dən 5-ə. Üstünə 10-dan 11-ə, 11-dən 9-a. Aha, burada artıb təzmin azalıb. 9-dan 7. Mən də arxadan baxaq. 7-dən 5 çıxanda 2. 9-dan 7 çıxanda 2. 11-dən 9 çıxanda 2. Burada amma üstəgəl 1-dir. Deməli pozanat buradadır da elə. Gərək bu çıx 2 olardı. Onda belə eləyək. 11-də problem yoxdur. Çünki 11-dən 2 çıxanda 9 eləyir. Amma nədən ki çıxanda 11 eləyər? 13-dən gərək çıxsın. Pozanat deməli 10 imiş. Bəli. 7, 10, 14. 7-dən 10-a. Fərq nədir? Üstəgəl 3-dür. 10-dan 14 üstəgəl 4. Üstəgəl 5. Üstəgəl deməli 19-dan 22-yə. Üstəgəl neçə olur? 3 gəlibdir üzərinə. Düz. 3 gəlsə, görək axırda nə olur? 22-dən 32 üstəgəl 10 eləyir. Sonra 32-dən 40-a üstəgəl 8, 40-dan 49 üstəgəl 9. 3, 4, 5, 6, 7 olsaydı ki, bu da 8, 9 olsun da. Onda 19-un üstünə 6 gəldi, 22 eləməz. 25 eləyər. Deməli, pozanat elə 22-nin özüdür. Bəli. 37-də 19, 22, 26. Deməli, 19-dan 22-yə. 19-un üstünə 3 gələndə 22 eləyir. Sonra 22-dən 26 üstünə 4 gəlir. 26-dan 31-ə. 5 əlavə olunub. 31-dən 34-ə. 6 gəlir. 34-dən 44-ə. 10 gəlir. Amma 3, 4, 5, 6 gərək burada 7 olardı. Aydın məsələ. Sonra gərək 8 olardı. Onda 52-dən 61-ə yoxlayaq. Üstəgəl 9 çatmır da. Hə. Deməli yoxlayaq onda. 26-dan 5, 31. Bu düz. 31-in üstünə 6 gəlirəm. 31-in üstünə 6 gəlirəm. 34 eləmir. Neçə eləyir bəs? 31-in üstünə 6 gələndə 37 eləyir. Deməli burada problem var. 37 olsaydı hətta üstəgəl 7 yazanda 44 olardı. Hə, 44-ün üstünə 8, 52 düz olacaq. Demək ki, problem 34-dədir. Yəni pozan hədd 34-dür. Keçirəm 38-ci suala. 5-dən 10-a gəlir. Yenə gəl böyüklərdən başlayaq. 60-dan 83-ə. 23 artır. 41-dən 60-a 19 artır. 26-dan 41-ə. 41-dən yəni 26 çıxıram. 15 artır. 26-dan 15 çıxıram. 11 artır. Ondan 15 çıxanda. Demək ki, neçə artır burada? 24 artdı, 4 artdı, 4 artdı.
Deməli 11-dən də 4 çıxacam, üstəgəl 7 olmalı. 7-dən 4 çıxıram, üstəgəl 3 olmalıdır. 5-in üstünə 3 gəlirəm, 8 eləyir. 8-in üstünə 7 gəlirəm, 15 eləyir. 15-in üstünə 11 26. Pozan ət bir dənə deməli 10'muş. Onun yerində gərək 8 olardı. Y bəndi. 45-dən 38-ə. 45-dən 46-ya götürək. Çünki 45, 46 görsənədir. 47, 48 1 gedir. 38-dən 39-a artır üstə gəl 1. 39-dan 36-ya gəlib. 36-dan təzədən 35-ə gəlib. Görək burada nə edir? 38-dən 39-a üstünə 1 gəlib. Amma burada azalır. 36-dan 35-ə azalıb. 1 azaldıb. 39-dan 36-ya. Yəni görə onda burada çıx 1 desəm hamısına. Bura gərək 37 olsun ki 1 çıxım 36 olsun. Ki burada 38-dən də 1 çıxanda 37 eləyir. 38, 37, 36, 35 olsun. Deməli pozan hədd 39 Y bəndi. 40-da 61-dən 45 alıb. Deməli 61-dən 45. Burada rəqəmləri cəminə baxıram. 6 ilə 1-in rəqəm cəmi 7-dir. Bu rəqəm cəmidir. 4 ilə 5 9, 3 ilə 8-in cəmi 11, 7 ilə 6-nın cəmi 13. Deməli 7, 9, 11. Fərq nədir görək neçəni çarpıb. Üstünə deməli 2 gəlirdi hər dəfə. 11 sonra 2 gəlir 13. Üstə gəl 2 gəlsəm onda 15 olardı. Üstünə 2 gəlsəm 17. 17 düzdür amma 3 ilə 4-ün cəmi 7 edir 15 eləmir. Pozan ət deməli 34-dür. Sonra 41. 11-də baxıram. Burada da rəqəm cəminə baxacam. Çünki baxın fərqlər böyükdür, aradakı məsafə böyükdür və bir əlaqə yaratmaq olmur. Fərqlə baxanda biri üstəgəl 20 neçə olur, biri üstəgəl kiçik rəqəmlər 2 olur. Məsələn burada da 30 neçə olur. Ona görə rəqəm cəminə baxıram. 6 ilə 9-un cəmi 15. 9 ilə 4-ün cəmi 13. Burada da 2-dir, bu da 7-dir. Bu neçə edir? 9-dur. 6 ilə 5 11-dir. İndi baxıram ki 2-dən 7-yə, 7-dən 9-a, 9-dan 11-ə nə əlaqə var burada da? Yəni 13-dən 15-ə. Tutaq ki burada bilirəm ki üstəgəl 2-dir, üstəgəl 2, üstəgəl 2, üstəgəl 2, amma 2-dən 7-yə üstəgəl 5-dir axı. Demək bu da üstəgəl 2 olmalı idi və yəni burada gərək 5 olsun ki 5-in üstə 2 gəldi 7 eləsin də. Onda deməli pozan hədd 11-dir. Y bəndi. 43, 53-dən 55-ə. 53-dən 55-ə baxaq görək burada da rəqəm cəmini yazaq görək. Çünki fərqlərə baxıram. Burada 2-dir, burada 20 neçədir, ya 10 neçədir. Burada azalır təzədən. Burada 40-a qalx. Yox, 40 da deyildi, 60 neçədir. Təzədən 10 neçədir. Yəni bildiniz nə deyirəm? Fərqi nəzərdə tuturam. 99-dan 88 çıxanda 10 eləyir. 88-dən 14 çıxanda amma neçə eləyir? 74 eləyir. Əlaqəsiz rəqəm. Ona görə rəqəm cəmini yoxlayıram. 5 ilə 8-in cəmi 5-in üçün cəmi 8 eləyir. 5 ilə 5 10 eləyir. 7 ilə 5 12. Sonra 1-dən 4 5, 8, 8, 16, 9, 9, 18. Baxaq burada 16-dan 8-ə gəlib cütlər gəlir. 8-dən 10-a üstə gəl 2, 10-dan 12 üstə gəl 2, 16-dan da üstə gəl 2. Amma bu arada pozan var ki, elə bir 12-nin üstünə 2 gəlsəm gərək 14 olardı ki, 14-ün üstə 2 gəndə 16 eləsin. Demək pozan da elə bu 14-ün özüymüş B bəndə. 43-də də yenə 51, 64, 66, 68, 79, 90. Fərqlərə baxıram birinci. 20 neçədir, 10 neçədir. 99-dan 79-a fərq. Deməli neçə əlavə olub üzərinə? 20 əlavə olunub da düz. 66-dan 68-ə amma 2 əlavə olunub. 64-dən 66-ya yenə 2. 51-dən 64-ə 7 gələr. Yenə də onda əlaqəsi rəqəmlərdir. Rəqəm cəminə baxaq görək. 5 ilə 1-in cəmi 6. 6 ilə 4-ün cəmi 10. 6, 6, 12. 6, 8, 14. 7, 9, 16. 9, 9, 18. Yenə cütlərdir. 10, 12, 14, 16, 18. Deməli burada ondan qabaqki cütdə 8 olmalı idi. 51 yazdım. Səhvdir. B bəndi. 44-də 3, 7, 11. Deməli. Gəlin baxaq. 3-dən 7-yə necə ala verəm? 3-ü nəyə vursam 7-yə yaxın bir əddə alınır. 3-ü 2-yə vursam 6. Üstünə 1 gəlsəm 7 edir. 7-ni deməli 7-ni gərək 2-yə vurum 14 çox olur. Keçək onun arxadan başlayaq. 107-ni vururam 2-yə eləyir 214. 1 çıxıram 13. Aha. Sonra 53-ü 2-yə vururam. Deməli 106 eləyir. 106-nın üstünə 1 gəlirim 107. Deməli üstə gəl 1 çıx 1 gedir. Onda burada vur 2 çıx 1 olmalıdır. 27-ni 2-yə vururam 54 çıx 1 53 ödədi. Növbəti vur 2 üstə gəl 1 olmalıdır onda.
22 üstə gəl 1, 23 oldu. Demək ki, bu 11-də nəsə problem var. Çünki bura qədər hamısı ödəyirdi. Onda yoxlayaq, qaydaq burada. Vur 2, çıx 1 olsun gərək burada da. Ki, bu da üstə gəl 1 olsun. 7-ni 2-yə vuram 14, 14-dən 1 çıxanda 13 eləməli idi. Ki, 13-ü də 2-yə 26, üstünə 1 gəldim, 27 ödəsin. Ona görə pozan hədd 11 oldu. 5, 9, 21. 5-i vuram 2-yə. Deməli 10, ondan 1 çıxsam 9 ala bilərəm. 9-u 2-yə vursam 18, 18-dən 21-ə məsafə çoxdur, 1 ya 3 deyil. Onda 3 olardı əslində, amma gəlin arxadan baxaq görək. 171-i 2-yə vursam, eləyəcək deməli 342, 342-dən də 1 çıxsam alınır 341. 85-i 2-yə vururam, 100, deməli neçə edir burada? 170 edir, üstünə 1 gəlim ki 71 olsun. Deməli vur 2, çıx 1 onda olmalıdır. Çünki çıx 1 üstə gəl 2, çıx 1. Bu da vur 2 üstə gəl 1. Bu da vur 2, çıx 1. Düz yazdım. Vur 2, çıx 1. Ondan 9-a. Yox, onda bu ortada bəs qalan nə qalır? Onda burada nəsə bunu silək. Vur 2 üstə gəl 1. Vur 2, çıx 1. Vur 2, gərək onda üstə gəl 1 olsun buradakı. Ardıcıl getsin. Onda görə hansı pozur? 5-i 2-yə vurdum 10. Üstə 1 gəlim 11 edir. 11-i 2-yə 22, çıx 1, 21. Hə. 11 olsaydı düzələrdi. Deməli 9-un yerinə 11 olmalıydı. Yəni pozan hədd 9-dur deyə bəndi. 46-da 5-dən 7-yə gəlir. Çünki burada niyə 5-dən 7-ni götürürəm? İnterval kimi azalır, artır, azalır, artır. 7-dən 9-a, 9-dan 14-ə, 14-dən 21-ə, 21-dən 30-a. Eyni qaydada 3-dən 5-ə, 5-dən 7-yə, bir dənə buraxa. 7-dən 9-a, 9-dan 11-ə, 11-dən 13-ə. 5-dən 7-yə üstə gəl 2-dir. Aha, 7-dən 9-a üstə gəl yenə 2 oldu. Düz. 9-a 14-ə üstə gəl 5 oldu. 14-dən 21-ə 7 oldu. 21-dən 30-a üstə gəl 9 oldu. Baxıram ki 5, 7, 9 təklər yenə gedir. Onda bu gərək 3 olardı, bu 1 olardı. 5-ə üstə 1 gəlsəm 6. Pozan hədd deməli 7-nin yerinə 6 olmalıymış. Bənd. 47-ci suala baxaq. 47-də nə istəyir? Ondan 7-yə gəlib. 7-dən 5 yenə baxıram, azalıb, artır, azalıb, artır. Deməli, neyərəm? Ondan 5-ə gələrəm, üstünə 2 əlavə eləyərəm. 5-dən 7-yə üstünə 2 əlavə eləyərəm. 7-dən 9-a üstünə 2 gəlirəm. Sonra bir dəqiqə, onun üstünə 2 gələndə 5 eləyirik. Təzdən yazıq bir dəqiqə. Deməli, ondan 5-ə gəldim. 5-dən 7-yə, 7-dən 9-a, 9-dan 11-ə, 11-dən 13-ə. Bir də eyni qaydada digərlərinə var. 7-dən 8-ə, 8-dən deməli 11-ə, 11-dən 16-ya, 16-dan 23-ə. İndi baxaq. 16-dan 23 üstə gəl 7 gəl. 11-dən 16-ya üstə gəl neçə olar? 5 olur da, hə. 11-dən 8 üstə gəl 3, 3, 5, 7. Burada gərək 1 olsun. Həqiqətən 7 üstə 1 gəlsəm 8 ödəyir. İndi baxıram yuxarı. 11-dən 13-ə üstə gəl neçə çatmır? 2 çatmır. 9-dan 11 üstə gəl 2 çatmır. 7-dən 9 üstə gəl 2 çatmır. 5-dən 7 2 çatmır. Hamısı üstə gəl 2, üstə gəl 2 gəlir. Deməli burada neçənin üstünə 2 gəlsən 5 eləyər. Gərək burada neçə olsun? 3 olsun ki 3-ün üstə 2 gələndə 5 eləsin. Yəni pozan hədd 10-dur. Bəndi. 2-dən 4-ə gəlir. 4-dən 8-ə. 2-ni 2-yə də vura bilərəm. Üstünə də gələ bilərəm 2. İndi gərək hansını götürək. Üstə gəl 2 yazsam. 4-dən 8-ə vur 2 yazsam. 8-dən 16-ya nə yaza bilərəm? Gəlin arxadan başlayaq. Buradan böyüklərdən niyə başlayıram? Çünki balacada bir çox ehtimal var. Üstə gəl 4 yazaram, vur 2 yazaram. Yəni hardan bilə bilərəm ki, hansını götürüm. Amma böyüklərdə bu qədər ehtimalların sayı çox olmur. 44-dən 46-ya məsələn 100% bilirəm ki, üstə gəl 2-dir. 22-dən 44-ə aydın məsələdə vur 2-dir. 20-dən 22 aydın məsələdə üstə gəl 2-dir. Üstə tapıldı. Deməli üstə gəl 2 vur 2. Üstə gəl 2 vur 2 olmalı idi. Üstə gəl 2 vur 2. Üstə gəl 2 olmalı idi. Amma bəs pozan nədir görə? 2-nin üstünə 2 gəlim 4. 4-ü 2-yə vurum 8. 8 üstə gəl 2, hə 10 eləməlidir. 16 yazıblar. Ki 10 olsaydı onun üstünə 10 olsaydı 10 vur 2 20, sonra 20 üstə gəl 2 22 olardı. Düz. Keçim 49-a. 12-dən 7-yə. 12-dən 5 çıxıram 7. 7 düz. Sonra arxadan baxaq 116-dan. Çünki buradan bilmirəm 7-dən 2-ni nə edeyim. Yəni 5 də çıxa bilərəm. Eyni gedir amma sonra üstə gəl
10 neçə olur? Məntiqsiz olur. 116-dan 111-ə çıx 5 yaz. Aha, çıx 5-də reyni getdi. Demək ki, doğru ola bilər. 39-dan birbaşa qalxıb 116-ya. Demək, burada vurmadan istifadə edə bilərdi. 39-u nəyə vurum? 116-ya yaxın bir əddə olsun. 2-yə vursam az olur. 30, 60 neçə olur? 3-ə vursam neçə olur? 3-ü vuraq, deməli 39-a 117 eləyir də, düz. 117-dən də 1 çıxım ki, 116 eləsin. Sonra 44-dən 39-a 5 çıxa bilərəm. Deməli, qayda bəlidir. Çıx 5. Onda burada gərək 15-i 3-ə vurun. 45. 45-dən 1 çıxım 44 ki, bununla eyni geçsin. Düz. İndi sonra vur 3 çıx 1, çıx 5. Burada nə qaldı onda? Çıx 5 olsun gərək ki. Burada da vur 3, çıx 1 olsun. Onda nədən 5 çıxanda 15 eləyər? 10-dan gərək. Bura 10 olmalı idi. Burada da 7 vur 3. Yox, 10 olmur. Axında bir dəqiqə. Tələsməyə. 12-dən 5 çıxdım 7. 7-ni 3-ə vurdum. 21. 21-dən 1 çıxanda 20. Bu 20 olmalıdır ki, 20-dən 5 çıxanda 15 eləsin. 10 nədir? Hə, deməli 20 olmalı. Yəni pozan hədd 2-nin özüdür. B bəndi. Növbəti 50-ci suala baxıram. 50-ci sualda 8-dən 27-yə gəldiniz. 8-dən 27-yə 8-i vuraram 3-ə. Deməli, neçə eləyər görək? 3 8, 24. 3 çatmır da 27 olsun deyə. Aha, vur 3-də gəl 3 oldu. Gəl böyüklərdən başlayaq. 155-dən 151-ə. Deməli, fərq neçə olar? 155-dən 151-ə ancaq 4 çıxa bilərəm də, düz. 155-dən çıxaram 4 eləyər 151. Sonra 52-dən bəs 155-ə nə edə bilərəm? 52-dən 155-ə görürsünüz, birdən birə çox artım olub. Ona görə 52-ni gərək 3-ə vurum. 2-yə vursam çünki 100 neçə eləyir, az olur. Amma 3-ə vursam 52-ni 3-ə vuranda neçə olar? 156 olar. 156-dan da 1 çıxanda 155. Sonra 56-dan da 4 çıxsam, hə, 4 çıxmaqlar düz gəlir. 4 çıx, deməli sonra vur 3 çıx 1, 4 çıxır. Onda gərək burada vur 3 çıx 1 ödəsin. 19-u 3-ə vuraq görək neçə eləyir. 19-u 3-ə vursam 27, 57-dən 1 çıxanda 56 düz ödədi. Sonra növbəti çıx 4 olmalıdır onda. Çıx 4, bu da vur 3, onda çıx 1 olsun gərək. 8-i 3-ə vuranda 24, 24-dən 1 çıxanda 23 olsun ki, gərək burada ödəsin. 27 deməli pozur. C bəndi. 51-də 3, 5, 6, 8, aha 3-dən 5-ə. Fərq neçədir? 3-dən 5-ə artıb, sonra yenə azalıb, sonra yenə artıb, yenə azalıb. Deməli, interval baxıram 3-dən 6-ya, 6-dan 7-yə, 7-dən 14-ə, 14-dən 15-ə, belə. 3-dən 6-ya deməli, üstünə 2 gəlir. Yox, üstünə 3 gələr. Və yaxud 2-yə vurar. Belə də ola bilər. 6-dan 7-yə üstünə 1 gəlir. 7-dən 14-ə vur 2-dir. Bayaqki ki, məsələn, üstə gəlir 3 yazsaydım, burada düz gəlməyəcəkdi. Ona görə vur 2 yazıram. 14-dən 15-ə üstünə 1. Hə, burada problem yoxdur. 5-dən 8-ə. Deməli, 5-dən 8-ə, 8-dən 20-yə. Sonra 20-dən görək nə edir? 40-a. 20-dən 40-a vurdu 2-yə. Sonra onda burada vur 2-dirsə, elə ədəd qoymalıyam ki, burada. Vur 2 olsa, məsələn, 10 olsaydı, onu 2-yə vursam 20. 5-i də 2-yə vuranda 10 eləyəcəkdir. Deməli, 8 pozur da. D bəndi. 52-də 10-dan 2-yə. Deməli, 10-dan 6-ya gələr. 10-dan 6-ya. 6-dan 12-yə. 12-dən 24-ə. 24-dən 48-ə. Düz. 10-dan 6-ya bilmirəm. Ya çıxa bilər 4-ü və yaxud başqa olsa hal mümkün deyil. Yəni, arxadan başlayaq. 24-dən 48. Niyə arxadan başlayaq? 24-dən 48-ə vur 2-dir. 12-dən 24-də vur 2-dir. Bu da vur 2-dir. Bir də burada nəsə problem yaranır. Deməli, nəyi mən 2-yə vurum ki, 6 eləsin? Gərək 3-ü vurum ki, eləsin də. Deməli, pozan həddim 10-dur. 118-dən 58-ə. 118-dən yarısı neçədir 118-in? 59-da düz. 118 yarısı 59-dan 1 çıxanda 58 eləyir. 58-dən görə incə 54 alaram. Çıxaram 4-ü. Sonra 54-ün yarısı 20 neçə eləyər? 27-dir. 27-dən 1 çıxanda 26 olmalıdır. Böl 2, çıx 1,
qaydasını tətbiq edirəm, amma düz gəlmir. Neçə oldu? Yəni 30 alınmır da. Yarısı neçə oldu? 27 çıx 1 26 oldu. 30-un yerinə 26 yazılmalı deməli. Sonra 26-dan da 4 çıxanda 22, hə ödəyir artıq. 22 deməli vur 2 çıx 1 44. Yox, vur 2 yazmırdıq. Böl 2 çıx 1 yazırdıq. Böl 2 çıx 1 10, 11 çıx 1 10 elədi. Sonra demək ki, bir dənə onda pozan hədd 30-dur burada. Bəli. 54-də 2-dən 4-ə. Deməli, burada Fibonacci ədədləridir. Deməli niyə? Çünki 2-dən 4-ə gəlib. Yəni arxadan başlayıb baxalım. 24-ün 38-in cəmi neçə verir mənə? 50, o da 62. 62-dən 1 çıxıram, 61. Toplayır, 1 çıxır. 15 ilə 24-ün cəmi 39 çıxır 1-i. 16-dan 1 çıxır, 15. 4-ün 6-ın cəmi 10. 1 çıxsam yenə 10 oluraq. Deməli, burada problem var hansındasa. 2 ilə 4-ün cəmi 6, yenə 1 çıxmalıdır, 6 olmadı. Onda gəlin belə yazaq. Bu, deməli, görək hansını azaldıq. Məsələn, burada, belə deyim də, tutaq ki, 10 ilə 15 düz idi. Çünki 10 ilə 15-in cəmi 25-dən 1 çıxdı, 24 düz gəldi. Amma 6-ya keçəndən sonra 6 ilə 16, 16-dan 1 çıxır 15. Bu da düzdür. Amma 4-dən 6-ya keçəndə problem yaranır. Deməli 6-da problem yoxdur, problem 4-dədir. Onda 4-ün 6 10-dursa gərək bu 5 olsun ki, 5-in 6 11 eləsin ki, 11-dən 1 çıxanda 10 eləsin. Deməli 4 pozur. 4-ün yerinə 5 olmalı idi. Sonra 3-dən 9-a, 9-dan 11-ə. Yenə görək, 3-dən 9-un cəmi 12, 12-dən 1 çıxır 11. Yəni bu da Fibonacci ədədləridir. Fibonacci nə idi? İlk ikisinin cəmi üçüncünü verir və yaxud ikisinin cəmindən nəyisə çıxıb ya da əlavə edib üçüncünü almaq lazımdır. Yəni 3-dən 9-un cəmi 12, 12-dən 1 çıxıram 11. 9-dan 11-ə. Aha, burada amma düz gəlmir. 9, 11-in cəmi 20, 20-dən 1 çıxanda 19 olmalıdır, 33 yazılıb. Deməli, pozanlar 33. Çünki baxın 33 olmasa 19 olsaydı 11-in 19-un cəmi neçə edir? 30. 30-dan 1 çıxıram 29 alınır. Məsələn, arxalarını yoxlayaq. 47-dən 75-in cəmi 100. Deməli, neçə olur burada? 122 eləyir. 122-dən 1 çıxanda 121. Bir dənə deməli, pozan hədd 33-dür. B bəndi. 56-da 2-dən 5-ə. Deməli, 2-nin üstünə 3 gəlir, 5 eləyir. 5-dən 10-a vurur 2-yə, 10 eləyir. 10, 12-yə. Üstündən neçə gələr? 10-dan 12-yə. 2 gələr, amma üstü gəlsə daha yaxşı olardı. 10-dan 26-ya vurur, 12-dən 26-ya vurur 2-yə, üstünə 3 gəlir. Çünki baxın, hamısı vur 3 üstə gəl 2 olur. Daha doğrusu üstə gəl 3 vur 2. Onda bu da gərək ki, bu üstə gəl 2-nin yerinə üstə gəl 3 olardı. Ki, bax, üstə gəl 3 vur 2 olsun. Üstə gəl 3 vur 2. Üstə gəl 3. Deməli, pozan hədd burada 10-un üstünə 3 gəlsəm, neçə olardı? 13 olardı. Yəni 12 yox, 13 olardı. C bəndi pozur. 3-dən 9-a, 9-dan 27-yə. 3-ü vururam deməli. Neçəyə? 3-ü vururam 2 eləyir 6. 6-nın üstünə 3 gəlirəm 9. 9-u 3-ə vururam 27. Aha. Yəni arxadan başlayaq böyük rəqəmlərdən. Buradan seçimlər çoxdur. 9-u məsələn 3-ə də vurursam 27 nəsə çıxmaya da bilərəm. 949-dan 1901 necə ala bilərəm? Hətta gəlin buna baxaq. 53 ilə 157 daha rahatdır. Nəyə görə? Yaxın rəqəmlərdir. Bunu oturub hesablayana qədər bunu taparam da 53-ü. Çünki nəyə vursam? 3-ə vursam neçə eləyir? 159 eləyir. Ondan 2 çıxanda 157 qalır. 157-dən 317-yə. 157-dən 2-yə vursam neçə eləyir? 300. Deməli 14 eləyir. 314-ün üstünə nə çatmır? 3 çatmır. Deməli, vur 3 çıx 2, vur 2 üstə gəl 3. Aha, görə burada nə olur? 317-dən 949-a. 300-ü nəyə vursam 900 neçə olar? Belə düşünüm. 3-ə vursam. O da olur 900. 900 neçə edir? 51 eləyir. Bir dənə vuraq. 317 neçəyə vurdum? 3-ə vurdum. 21, 3, o da 2, 5, 3, 3, 951, hə. 951-dən 2 çıxıram 949. Deməli, vur 3 çıx 2 oldu. Onda növbəti vur 2 olsa ki, 9-u 2 yarın 18-ə elək 1800 neçəsi olsun deyə. Üstə gəl neçə çatmır. 9-u 2-yə vuranda birbaşa hesablama tezi yoxdur. Son rəqəminə baxın. 9-u 2 yarın 18, 8-dən qutaraq. 8 üstə nə gəlim ki, 1 ilə qutarın ədəd eləsin. 8 üstə 3 gələndə 11 edirdi. Yəni, sonunu hesablayıram birbaşa. Deməli, tapdı. Ardıcılığın təxmini bəllidir. Vur 2 üstə gəl 3, vur 3 çıx 2. Vur 2 üstə gəl 3, vur 3 çıx 2. Vur 3-dən qabaq vur 2 olmalı idi. Vur 2. Vur 2 oldu, üstə gəl 3 olur.
Növbəti vur 3, çıx neçə 2. Növbəti onda vur 2, üstəgəl 3. Vəssalam. Gör indi hansı pozur? 3'ü 2'ye vurdum 6, üstüne 3 gəldim 9 düzdür. 9'u 3'e vurdum 27'den 2 çıxdım 25 olmalı, 27 yazıblar. Deməli pozan hədd B bəndi 27. Gəldim 58-68 tipli suallara. Deyir ki, qanuna uyğun pozan həddinin əvəzinə hansı ədəd yazılmalıdır? Bu dəfə nə edirəm? 15-dən 21-ə. Yenə eyni şeydir. Sadəcə pozan həddin yerinə hansı hədd əlavə olunmalıdır, onu yazmalıyam. Yəni baxaq da. Deməli 15-dən 21-ə. 15-dən 21-ə nə qədər artıb? Artım nə qədərdir? Üstünə 6 gəlib də düz. Sonra 21-dən 29-a. Üstünə neçə artar? 8 artır. Düzdür? 8 artır. 21-dən 29-a 8 yazıram. Onda gəl arxadan baxaq görə. 96-dan 70. 5, 96, 120. Görə burada fərq neçədir? 75'in üstündən çəkərsəm 96 eləyər. Üstə gəl 21 çatmır. 57-dən 75-ə. Üstə gəl neçə çatmır? 75-dən 57 çıxaq da belə deyim. 18 çatmır düz. 18 olsa hə. Üstə gəl 42, 57-dən 42 çıxanda 15 çatmır. 29-dan 42-yə. Baxıram 18, 21 nə qədər artıb? 3 artıb da düz. Onda 15'dən 3 çıxanda üstə gəl 12 gərək olsun. Amma 29 üstə gəl 12, 42 eləmir axı. Deməli 29'un yerinə elə də olsun ki, 42-dən 12 çıxarım neçə qalar? 30 qalar. 30 olsaydı olar. Çünki 21'in də üstünə 8 yox. Onda 3 çıxa gedim də 12'dən 3 çıxanda 9 olar. 9'dan çıxanda 6 ödəyir düz. 21 üstə gəl 9, 30 olmadı. Deməli 29 pozur. 29 pozur, amma deyir ki, həmin 29'un yerinə hansı ədəd yazılmalıdır? Yerinə də 30 yazılmalıdır. Cavab Y bəndi. Aha, 18, 10, 20. Burada baxıram ki, yenə azalır, sonra artır, azalır, artır. 18'dən 20'yə üstə gəl 2 addım artır. 20'dən 23'ə üstə gəl 3 artır. 23'dən 26'ya üstə gəl. Aha, 2, 3, 4 yazmaq istəyirəm ki, ardıcıl geçsin də üstə gəl 5. Amma baxıram 23'dən 26 üstə gəl 3 artır axı. Deməli bunların ikisindən birində nəsə problem var. Məsələn 23 üstə gəl 4 olsa, 27 olsaydı, 27 üstə 5 gələm 32 olardı. Deməli 26 pozur və 26'ın yerinə neçə olmalıdır? 27 olsaydı, 27 üstə 5 gələndə 32 eləyərdi. Demək ki, pozan hədd 26'dır, amma yerinə nə yazılmalıdır? 27. Və görürsünüz ikisində yazıb çaşdırması, amma sualda deyirdi ki, yerinə hansı ədəd yazılmalıdır? Ona görə 27'ni seçdim. 60'a baxıram, 12'dən 24'ə. 12'ni deməli nə edə bilər? Vurar 2'yə. 24'dən 27'yə. Üstünə gələr 3'ü. 57'dən 27'dən 55'ə. Yenə deməli. Üstə gəl 3 dedik, hə? 27'dən 55'ə nə edə bilər? Burada nəsə əlaqə yoxdur. 117'dən 234'ə 2'yə vurub da. 114'dən 117 üstünə 3 əlavə edib. 57'dən 114'ə. Neyinər 2'yə vurar. 114 olar. Aha. Sonra 55'dən 57'yə. Üstünə neçə gəlib? 2 gəlir. Amma 3 gəlməlidir. Niyə? Çünki vur 2 üstə gəl 3. Vur 2 gərək olsun, üstə gəl 3 olsun. 2 bax vur 2 üstə gəl 3, vur 2 üstə gəl növbəti olsaydı 3 olardı. Demək 27'in 2'yə vurub 54 olsaydı, 54'ün üstünə çıxanda 57 eləyərdi. Yəni 55 yox, yerinə 54 olmalıydı. C bəndi. 27'dən 28'ə gəl. 27'nin, aha, burada biraz fərqli sualdır. Burada nə edirik? Bax 27'dən 28 alması üstə gəl 1 çatmır düz. 28'dən 38 almaq üçün neçə çatmır? Bir də arxadan da başlayaq. 252'dən 468'ə. Görək 468'dən 252 çıxanda 216 eləyir də düz. 216. Sonra 127. 252'dən 127 çıxanda 125 eləyir. Sonra 127'dən 63 çıxanda 60 neçə olur? 4 olur. Sonra 38'dən 63. Üstə gəl, bunlar arasında nə əlaqə var? Üstə gəl 216 nəyin kubudur? 6'ın kubudur. 125 5'in kubudur. Bu 4'ün kubudur. Onda gərək burada üstə gəl 3'ün kubu olsun. Burada üstə gəl 2'nin kubu olsun. Burada da üstə gəl 1'in kubu ilə 1'dən olsun. Aydın məsələdir. Onda 2'nin kubu neçədir? 8'dir. 28'in üstünə deməli 8 gəlsəm, 28'in üstünə 8 gələndə eləyəcək 38 yox, 36 olacaq. Deməli bu 38'in yerinə neçə yazmalıyam? 34
gərək 6 yazım. Pozan həddim 38 yerinə bəs nə yazılmalıdır? 36 olsun ki, 36-nın da üstünə 3-ün kubunu gələndə 3 9 3 27 gəlsəm, görən neçə eləyər? Elə 63 eləyir də. Deməli, pozan hədd 38-i yerinə isə 36 yazılmalıdır. A bəndi. 2-dən 3-ə gəlir, 3-dən 6-ya. Aha. Yenə bax 2, 3, 6, 14. Fibonacci ədədlərdir. 2-nin üstünə 3 gəlir. 5, üstünə 1 çatmır ki, 6 olsun. 3-dən 6-nın cəmi 9. Görən də burada nə çatmış? 14 eləsin. Hə, burada böyük rəqəm olur. Gəlin, arxadan görən necə gələr. 35 ilə 60-ın cəmi. Deməli, cəm neçə verir mənə? 95 verir. Üstə gəl. 95 verir də düz. 95-in üstünə nə çatmır ki? Deməli, hədə 6 çatmır. Sonra 25 ilə 35-in cəmi 55, üstünə 5 çatmır. 14 ilə 20 cəmi 30. Neçə edir bu? 34. Düz baxmıram. 14 ilə 20-nin cəmi. Hə, görürsünüz, burada nəsə problem var. 14 ilə 20-də alınmır. Çünki qabaqda da alınırdı. 2 ilə 3-ün cəmi 5 edirdi. Üstə gəl 1 6 olurdu. 3 ilə 6-nın cəmi 9. Deməli, toplayır üstünə ardıcıl gəlir də. Məsələn, 3, 6, 9. 9-un üstünə 3 gəlsəydim 12 olardı. 9 üstə gəl 12-dirsə 14 yox 12 yazsaydım. Məsələn, görə üstə gəl 6 ilə 12-nin cəmi 18, üstünə isə çatmır görə. 6 ilə deməli, yox 12 deyil onda. 6 ilə 14-ün cəmi, gəl arxadan başlayaq onda. 20 ilə 35-in cəmi neçə elədi? 55. 55. Bir dəqiqə, yox. 3 ilə 6-nın cəmi elədi 9. 9-un üstə nə çatmır ki? 9-un üstə məsələn 2 gəldim. Üstə gəl 2. Hə, 1, 3, 5 getmədi də, onda ardıcıl gedir yəqin. 9-un üstə 2 gəlsəm elədi 11. Bu oldu 11. 11-in üstünə indi 6 gəlirəm. Elədi 17. 17-nin üstünə 3 çatmır. Hə, görürsə ardıcıl gedir. Sonra 11-in üstə 20 gəlsəm 31, üstünə də 4 gəlim ki 35 eləsin. Sonra 5 gəlim, 6 gəlim və s. Deməli 14-ün yerinə 11 olmalıydı D variantı. 4-dən 3-ə gəlir yenə. 4-dən 3-ə gəlir 3. Gəl yenə arxadan başlayaq. Böyük rəqəmlərdən. Deməli, neyniyər burada? 10 üstünə 20-nin cəmi 33. 33-dən 2 çıxsam 31 eləyər. 9 ilə 13-ün cəmi deməli neçə eləyir bizdə? 22 eləyir. Yenə 2 çıxsam alınır. 6 ilə 9-un cəmi 15 eləyir. 15-dən 2 çıxsam 13 eləyir. Deməli 3 ilə 6-nın cəmi 9, amma 9-dan 2 çıxanda 9 eləmir. Deməli burada əvvəldən baxaq görək 63-dən. 4 ilə 3-ün cəmi 7, 7-dən 2 çıxanda 5 olmalıydı bu. 2, 5 ilə 3-ün cəmi 8, 8-dən də 2 çıxanda 6 eləsin deyə. Deməli, pozan hədd bu 3-müş, yerinə 5 yazılmalıymış. 64, 3-dən 10-a gəlib. Hə, burada yenə, məsələn, böyüklərdən baxsam, məsələn, 127 nəyin kubuna yaxındır? 5-in kubuna, yəni 125-ə yaxındır. Üstdən sadəcə 2 çatmır. 66 da 64-ün, 64 yəni nəyin kubudur? 4-ün kubunun üstünə neçə çatmır? 64-ün 2 çatmır. 30-un yerinə 30 nəyin kubudur? 3-ün kubu neçədir? 27-dir. 27-nin üstünə nəsə çatmır? 2 yox. 27-nin üstünə 3 çatmır. Deməli burada nəsə problem var. Bunu dəyişməliyik. 10-un kubu. 10 nəyin kubudur? 2-nin kubudur. 8. 3-ün yerinə yenə də görəndə 10 oldu 2-nin kubuna 8-ə yaxındır. 8-in üstünə 2 gəlsəm 10 eləyər, bəli. Yəni burada görürsünüz hamısında 2 əlavə eləyir. Amma bir dənə 30-da problem yaranır da. 3 görə nəyə yaxındır? Məsələn, 1-in kubu yazsam 1, üstünə yenə də 2 çatmır. Bir dənə 30-da problem yaranır. Deməli 30-un yerinə nə yazmalıymışam? İndi onu hesablayaq. 3-ün kubu 3 eləyir. 3-ün kubu 27. Normalda hamısı üstünə 2 gəlir. 27-in üstünə mən də 2 gəlim. Onda 29 olmalıdır. Deməli 30-un yerinə 29 olmalıydı B bəndi. Sonra 65-də görə buradan eləyir. 1-dən 3-ə gəlir. 1-dən 3-ə, 3-dən 10-a. 1-3-ü bilmirəm eləyək. Çünki bir neçə hal var. Amma 3-dən 10-a artıq bilirəm ki, 3-3-ə vurub 9, üstünə 1 çatmır ki, 10 eləsin. 10-u 2-yə vurdum. 20 üstünə 1 gəldim ki, 21 eləsin. 21-i 3-ə vurdum. 60, deməli neçə eləyər? 63 üstünə 1 çatmır. Aha, vur 3 üstə gəl 1. Deməli də vur 2 üstə gəl 1 olmalıdır. Görüm həqiqətən də ödəyir. 128 üstə gəl 1 ödədi. Bu da onda vur 3 üstə gəl 1 olsun gərək.
129'u 3'ə vursam, neçə eləyər hesablayaq da, 129'u vuram 3'ə. 3 + 9 27, 6 o da 2. 8, 3'ü 1'ə vurdum, 387, üstünə 1 gəlirəm, 388 onda. Demək 388 olmalı idi burada ki, doğru olsun. Keçdim 66'ya. 6'dan 12'yə gəlib, 6'nı 2'yə vursam 12 eləyər, 12'ni 4'ə vursam 48, 48'dən aha, artıq 100'ə bilmirəm nə eləyə bilərəm. 768'ə baxaq görək. 7 nəyə vursam 30'a yaxın olar. Məsələn 4 dəfə 28'də axı. Yoxlayaq görək ki, 768'i 4'ə vururum. 32, 4 dəfə 6, 24, o da 3, 27. 4 dəfə 28, o da 2, 30. 3072 ödədi. 384'dən 768'ə 3'ə vursam çox olar. Düz, 2'yə vuraq onda. 2 vur 3, 600 neçə eləyir? Yoxlayaq görək. 384'ü 2'yə vururam. 8 orada, 16 orada, 6 da 1, 768 ödədi. Vur 2, vur 4 gedir onda. Ona görə bu da vur 2. Yox, vur 4, vur 2 olsun. 48'i 2'ye vuranda ama 100 eləmir. Neçə eləyir hesablayaq? 48'i vuran 2'ye 96 eləyir də düz. Deməli yerinə 96 yazılmalıdır. 100'ün yerinə 96 olmalıydı. 4'dən 7'yə gəlir. 4'dən 7'yə. Yəni burada arxadan başlayır. 127'dən böyük rəqəmlər. 127'dən 255 ancaq 2'yə vursam, 3'ə vursam bir çox olur. 300 neçə olur? 2'yə vursam deməli neçə eləyir? 127'ni 2'yə vuranda neçə eləyir görə? 254 olur. Üstünə 1 çatmır. Sonra 63'ü vursam 2'yə 126 üstünə 1 çatmır. 31'i vururam deməli 2'yə 62 üstünə 1 çatmır. 15'i 2'yə vururam 30 üstünə 1 çatmır. 2'yə vururam 14 üstünə 1 çatmır. 2'yə vursam üstünə görə 1 yazsam alınır. 4 2 8 üstə gəlir 1 9 eləyir. Deməli 4'də problem var. Çünki 7'də bayaq problem yaşamadıq. 4'ün yerinə görə neçə olsun? 7 alınsın. 7'dən 1 çıxıram 6, 6'ı 2'yə bölürəm 3. Yəni 3'ü 2'yə vuram 6 üstə gəlir 1 7. Deməli 4'ün yerinə 3 olmalıydı bəybəndi. Keçdim axırıncı suala. 15'dən 17'yə. Yine arxadan başlayaq. 424'dən 2125 alıram. Hesablamadan fikirləşim 4'ü nəyə vursam 2000 neçəyə yaxın olar. 5'ə vursam da düz 20 neçə olardı ona görə. Gəlin hesablayaq. 424'ü vuram 5'ə. 20 orada, 5 də 2, 10, o da 2, 10. 1 yadda, 4, 5, 20, o da 1, 21. 2120'nin üstünə 5 çatmır. Deməli, üstə gəl 5 çatmır. Onda növbəti 105'dən ama 400'ə çatmaq üçün 4'ə vursam. Olacaq 420, üstünə 4 çatmır. Deməli, növbəti 3'ə vurum ki, 90 neçə olsun. Üstünə görə neçə çatmır. 3'ə vursam neçə eləyər? 102 eləyir. 90 da yox. 102'nin üstünə 3 gəlirəm, 105. 17'nin onda gərək 2'yə vurum, üstünə gəlim. Hər dəfə neynir? Özü qədər gəlir. 17'ni 2'yə vursam, 34 üstünə 2 gəlsəm, gərək onda 36 olsun. Yox, 34'də ama problem yox idi axı. Demə 17'də nəsə problem var. Nəyə görə? İndi 34'dən 2 çıxaram, 32. 32'ni 2'yə bölsəm 16 gərək olsun ki, 16 olsun ki, ödəsin. Çünki burada da vur 1 üstə gəl 1 olacaq. 15'i 1'ə 15 üstə 1 gəlim 16 olmalı. Demək 17'nin yerinə 16 yazılmalı idi.